Bugün 7-ci sinifində şagirdlərimizlə yeni mövzumuz Azərbaycan harada yerləşir mövzusudur. Şagirdlərimiz Azərbaycan haqqında bizə qısa məlumat verəcəklər. Buyurun uşaqlar. Azərbaycanın sahəsi 86,6 min kvadrat kilometrdir. Azərbaycanın mütləq mövqeyi 38, 42 şimal enliyi, 44, 51 isə şərq uzunluğunda yerləşir. Azərbaycanın dənizlə olan sərhədimiz isə 825 kilometrdir. Qərbdən şərqə 500, şimaldan cənuba isə 400 kilometrdir. Azərbaycan 5 ölkə ilə quru sərhəddə yerləşir. Rusiya Federasiyası, Gürcüstan, Ermənistan, Türkiyə və İran. 2 ölkə ilə isə həm quru, həm də su sərhədində yerləşir. Rusiya Federasiyası və İran. O bizi əhatə edən uzunluq isə Rusiya Federasiyasının bizi əhatə edən uzunluğu 391 kilometrdir. Gürcüstan ilə 471 kilometr, Ermənistanla 1007 kilometr, Türkiyə ilə 15 kilometr, İranla isə 765 kilometr əhatə edir.